Fevralın 24-ü Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyəti İctimai Assosiasiyası Xocalının 22-ci il dönümünə həsr olunan mətbuat konfransı keçirib. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan türklərinə qarşı apardığı mübarizənin nəticəsi olduğunu qeyd ediblər. Konfransda çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qeyd edib ki, özümüzdə düşmən axtarmaq siyasəti düzgün deyil. Əvvəl aparılan siyasət, yəni özümüzdə düşmən axtarmaq siyasəti düzgün olmamışdır. Əgər biz bu gün Ukraynada gedən proseslərə baxsaq, qüvvələr orada meydanda ki vuruşurdu. Həmən proseslər Azərbaycanda 88-92-ci illərdə oldu. O dövrdə Azərbaycanın beynəlxalq aləmdə dəstəyi olmadığına görə və Rusiyanın verdiyi o itirazçı qüvvələr Sumqayıt hadisəsini, Qaradağlı hadisəsini, Xocalı faciəsini törətməklə Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda gedən mübarizənin qarşısı almaq istəyir.